Yeni vlogdan hamını salamlayıram. İstədiyim vloqa market alış-verişindən başlayım. Bilmirəm siz də fikir vermisiniz ya yox. Son zamanlarda aldığım bütün süd növlərinin ağzının öncədən asıldığını hiss edirəm. Hətta falqanın belə kəsilib aralandığını görmüşəm. Bilmirəm bu hal sizdə də baş verirsə yorumlara yazarsınız. Bir də oğlum üçün belə bir bədən spreyi aldım. Düzdür, uşaqların özünə məxsus qoxusu olsa da, mən yenə də ətir iyi gəlməyinin tərəfdarıyam. Ona görə də tam da yerinə düşdü uşaq üçün olmağı. İçində heç bir spirtli məhsul yoxdur. Çox bəyəndim. Əgər görsəniz mütləq alın. Və diyetdə olanda mütləq və mütləq mən piltika şokolad alıram. Şirniyyat krizlərində istifadə edirəm. Bu ülkəri keçən dəfə yoxlamışdım və çox bəyənmişdim. Bir də sizinlə bölüşəcəm bu test detoks çayını. Əgər dadı xoşuma gəlsə yenidən alacağım. Və evə səbirsizliklə gedib kargolarımı açmağı gözləyirəm. Bilmirəm sizdə də elə olur ya yox. Mən hər dəfə kargolarımı açanda nə sifariş verdiyimi belə unuduram. Və nəhayət çoxdan gözlədiyim bazarlıq çantam. Əslində marketə gedəndə belə bir çanta istəyirdim özüm üçün. Bəzən xırda şey alsam da, yenə də estetik cəhətdən çox sevirəm belə sumkaları. Alıb yoxlamaq istədim ki, əgər bəyənsəm sonra birini də sifariş verirəm. Və bu donu çox sevərək aldım. Materialı da çox yaxşıdır. Əgər alsanız bir ölçü kiçiyini belə ala bilərsiniz, çünki dartılan materialdır. İndi sizə əynimdə duruşunu göstərəcəm. Yəni mən biraz kilo aldığım üçün el razmer seçdim, ancaq emin belə olardı deyə düşünürəm. Və keçirəm növbəti karqoma. Növbəti karqomu bəyənmədiyim üçün sizin ətraflı bölüşmədim, çünki paslanma var idi. Mən bunu dondurma qaşığı kimi yox, keklərdə istifadə edəcəm. Növbəti karqomsa üz serumlarımdır. Mən artıq C vitamininin olanı 2-ci qutudur bitirirəm. 3-cünü də sifariş vermişəm ki, stokluyum. Digəri isə green tea tərkiblidir. Tam olaraq nə cür bir şey olduğunu bilmirəm. Ancaq C vitamini olanı mütləq alıb yoxlamalısınız və üzünüzdəki fərqi inanın ki, görəsiniz. Yəni yalandan tərifləmirəm və tərifləməkdə heç bir məqsədim yoxdur. Bu isə yəqin ki, marketlərdə xəbəriniz var bunun qiymətindən. Bir ədədinin qiyməti 12 manatdır, ancaq mən ikisinə bir yerdə 7 manat vermişdim. Bu da çoxdandır gözlədiyim mənim Nespresso süd köpürdücümdür. İstifadə edib sizinlə də ətraflı bölüşəcəm necə olduğunu. Əslində ağ rəngi almağı düşünürdüm, ancaq qara rəngində ağ rənglə fərqdə çox endirim fərqi olduğu üçün düşündüm, rəngin nə önəmi var. Ona görə də qara rəngini seçdim. Sadəcə qorxum odur ki, yaxşı südü isitsin. Çünki bəzi yorumlarda südü yaxşı isitmədiyini deyirdilər. İnşallah ki, elə olmaz. Bu dəsti isə oğlum üçün sifariş vermişəm. Həmişə nə sifariş verirəmsə öz ölçüsündən bir də yox, hətta 2 razmer böyüyünü sifariş verirəm. Kargolarımı da açandan sonra yollanıram bazara. 1 saatlıq işim var idi. Onları tez bazar həll eləməliyəm. Və bazardan çıxandan sonra vlog çəkməyi yadıma düşür. Az bir qismi olsa da yenə də düşündüm ki, nə zamansa vlogumu izləyənlər üçün buradan uzaqda olanlara maraqlı gələr. Və inşallah ki, pis yox, yaxşı xatirələr canlanar gözündə. Onların üzündə az da olsa bir təbəssüm oyanar. Çünki mən Naxçıvanı çox sevirəm. Əsas da onun sakitliyi, təmizliyi, yəni Naxçıvanda qalanlar bilər bu sadaladıqlarımı. İstədim bunu da sizinlə bölüşüm. Əgər Naxçıvanlı izləyicilərimdən varsa, yoruma yazarlar, sayımızı bilək. Və keçirəm, düşündüm ki, artıq mənim saçımın rənginin dəyişilmə, saçımın açılma zamanıdır. Mən heç bir salonun işini bəyənmədiyim üçün evdə həmişə özüm saçımı açıram. Qızlar, indi sizə tozu da göstərəcəm, oksidandan. Biz əvvəllər tozunu çox eləyirdik, ona görə saçımda yanıqlar əmələ gəlirdi. Ancaq bu dəfə üçün o qədər mükəmməl tutturdu ki, bacım, bir dənə belə olsun yanıq olmadı saçımda.
və inanın salonlardan qat-qat gözəl açıldı. İndi sizə fikrimi ətraflı izah eləyəcəm və nə dediyimi biləsiniz. Onu deyim ki, bu Oksidan bazarda da açıcı, həm bazarda, həm də şəhərdə bir neçə dükanda satılır, ala bilərsiniz. İndi fərqi özünüz görün, saç diblərim gəlibdi, sırf qara rəng. Mən açıcını qoydum və yarım saat açıldı. Durmadan bacım fen tutdu saçıma ki, daha yaxşı açılsın. Və yəqin ki, eşidərsiniz, bəzən deyirlər ki, salona getdik, saat 2-də, 11-də çıxdıq, nə bilim 11-də getdik, axşam 6-da çıxdıq. Neçə saata saçımızın açılmasını gözlədik. Yəni bu da sübutu ki, nə saçım yandı, nə də vaxtım hədər getdi. Saçım sap-sarı oldu. Hətta qızarıqlıq belə yoxdur saçımda. Yəni bunun üstünə nə rəng istəsəz qoyub istədiyiniz rəngi əldə edə bilərsiniz. Mənim kimi almağı risk eləməyib, ancaq almağı düşünənlər Nespresso maşını üçün mən kapsulda almışdım, ancaq kapsulların heç birinin dadını bəyənmədim, çünki mən kofeni ümumiyyətlə tünd sevmirəm. Əsasən südün daha basqın olduğu dadı sevirəm. Ona görə də kapsulları hələ tuta bilmirəm ki, hansı kapsulun tərkibində südlü olan daha çoxdursa onu sifariş verim. Qarışıq gəlir, ona görə də nə yaxşı belə bir yöntəm vardı. Kapsul qablarıdır, hazır alırsan, istədiyin kofeni doldurursan. Mən bu dəfə Nescafe doldurdum, ancaq normalda Yaps falan istifadə edirəm. Onun da dadını çox bəyənirəm. Dediyim kimi mən həmişə kofenin özünü az, südünü bol eləyirəm və cappuccino sevirəm. Bol köpüklü olan bütün süd növlərini sevirəm. Kapsulunda necə istifadə olunduğunu sizə göstərirəm. Eyni, yəni alınma kapsulları necə? Bu da elə sadəcə yuyulub, səhv eləmirəmsə 200 neçə dəfəyə qədər istifadə oluna bilir. Yəni görürsünüz də həmin kofe heç bir fərqi yoxdur. Sadəcə aromasında ola bilər. O da mənim üçün heç bir problemim yoxdur. Çünki düşünürəm ki, siroplardan alaram, biraz kofenin içinə bir neçə damcı töksəm, məncə dadı daha mükəmməl olacaq. Buradakı əsas məqsədim sizə süd köpürdüyünü göstərməkdir. Özüm də həyəcanlanıram ki, görəsən həm köpük, həm də isitməsi necə olacaqdır. Əslində mən kofeni çox isti sevməsəm də, normalda buzlu kofelər daha çox sevirəm. Ancaq hələ ki havalar isti olmadığı üçün məcbur isti kofe içməliyəm, xəstələnməməyim üçün. Burada indi kofenin istiliyini də yoxlayacağım. Yuxarıda göstərilən dəmiri əlimə vururam və həqiqətən də 1-2-3 saniyədən sonra əl vurmaq mümkün olmur. Yəni isitməyini də çox bəyəndim. Nəzərə alsaq ki, hava sərindir hələ, soyuqdur. Əlavə stakanların özü də soyuqdur. Yəni yenə də qane edici bir istiliyi var. Yəni qaynar da deyil, ancaq mənim üçün qane etdi istiliyi. Köpüyü isə söz ola bilməz. Köpüyü mükəmməldir. Yəni aldığımız kofelərə oxşuyur. İndi birazdan içəcəm və qoyduğum dodaq yerinə görə oradan siz bilərsiniz ki, nə qədər üzərində köpük var. Yəni çox bəyəndim mən. Almağı düşünürsünüzsə, endirim kodlarını da gözləyib, link də istəsəz verə bilərəm. Instagramda ala bilərsiniz. Yuyulması da çox asandır. Sadəcə əsas odur ki, nə olursa olsun aşağıdan tok gedən hissəsinə su dəyməməlidir. Dəysə belə həmin an istifadə eləməyin, biraz gözləyin qurusun. Yəni bunu mütləq nəzərinizdə saxlayın. Mən yaxşıca yuyuram, həmçinin qapağında da rezin var. Əslində rezini çıxartmamağı düşünürdüm, çünki düşünürəm hər dəfə çıxartdıqca o biraz genişləyəcək. Ancaq istədim sizə videoda göstərim, çünki o qədər kipdir ki, inanmıram onun arasında hər hansısa bir süd və ya su qalığı qala. İndi onu da sizə ətrafda göstərəcəm.
İstədim sizinlə aldığım detoks sayını da paylaşım. Həm özüm yoxlayım, həm də sizinlə bölüşüm. Sözün düzü ilk içmədə təbii olaraq elə də hiss eləmədim. Ancaq ikinci, üçüncü içməmdə fərq hiss elədim. Yəqin ki, bundan sonra alaram. Ancaq kiraz sapı da deyirlər yaxşı ödəm atır. Bilmirəm eşitmisiniz ya yox. Marketlərin bir çoxunda tapa bilmədim. Bəlkə də siz bilirsiniz yerini. Əgər bilirsinizsə yoruma yazsa sevinərəm. Onu da alıb yoxlamaq istəyirəm. Olmasa məcbur Trendyoldan sifariş verməliyəm onunla. Bugünlük bura qədər. Abunə olaraq da mənə dəstək ola bilərsiniz. Bu sizin üçün adi bir şey kimi görünsə də, inanın mənim üçün böyük bir motivasiya və dəstəkdir. Ona görə də əsirgəməməyinizi xahiş edirəm. Növbəti vloqlarda görüşənə qədər hələlik.